Bax, bu əllə, bu ayaqla. Lapatkaya söykənə bu məhsulu becərmişəm bu günə qədər. Davi ilə, qırğınla, baxın. Bu günləri su üçün müraciət edirəm. Bu gün yox, 13 gün bundan qabaq. Xahiş eləmişəm, müraciət edirəm, yalvarıram. Su vermirlər ki, mən bu məhsulu suvaram. Məhsul məhv olub gedir. Deyirlər ki, dövlətin deyə tapşırığı var ki, pambıq aratları olunsun, taxıllar suvarılmasa da olar. Deyirlər ki, bu günləri dövlət deyir, taxıla yox, əsas deyir, üstünlüyü pambığa verib. Yaxşı, neyiniyək? İndi biz bu taxılı əkmişik, onda bu taxılı biz məhv eləyək ki, dövlətimizin marağında deyil. Belə şey olar. Dövlətin adından su istifadə eləyən insanlar həqiqətən də ciddi şəkildə cəzalanmalıdır. Bu çox bərbad bir vəziyyətdir. Mən bunu ümumilikdə çəkib paylaşmaqda məqsədim bilirsiniz nədir? Dövlətin adından su istifadə eləyənlər araşdırılsın, ciddi şəkildə də cəzalandırılsın. Suyu öz maraqlarına, istədiyi insanlara istədikləri şəkildə satırlar. Su alveri İmişlidə bir nömrəli bazara çevrilib. Bunun qarşısının alınması üçün ciddi tədbir görülməlidir. Ciddi buna yanaşılmalıdır. Ciddi də araşdırma getməlidir. Elə hər dəfə vətəndaş şikayət eləyəcək, hər dəfə vətəndaş şikayət eləyəcək, yola verəcəklər. Bu belə olmur. Mən xahiş eləyirəm bütün aidiyyəti orqanlardan, dövlət qurumlarından bu məsələyə ciddi yanaşılsın. Bu məsələ ilə bağlı ciddi araşdırma getsin. Yola ver olunmasın. Nə qədər dövləti aldadacaqsınız? Nə qədər dövlətin malını talayacaqsınız, mülkünü talayacaqsınız? Bəsdirində, bəs deyək də, bu yediklərimiz bəsdir də. İndi də bu dövlətin bu kəndliyə verdiyi dəstəyin qarşısını kəsirsiniz. İndi də bu dövlətin kəndliyə elədiyi köməyin qarşılığını alırsınız kəndlinin əlindən. Dövlət gübrəsini verir, müəyyən miqdarda vəsaitini ayırır, kəndliyə dəstək olur. Amma kəndlinin suyunu kəsib öz maraqlarınıza, öz məqsədlərinizə istifadə ediyorsunuz. Digər şəxslərə pulla, artıq pul alaraq satırsınız, nə bilim, rüşvətxorluqla məşğulsünüz. Bəsdirində bu iyrənc əməllərinizdən əl çəkin. Hamıya eyni gözdə baxın. Qanun altında qeyri-qanuni davranışlarınızdan əl çəkin. İnsan olun. Sizi ora təyin eləyən prezident sizə tapşırıq verib ki, gedin xalqa xidmət eləyin. Deməyib, gedin özünüzə, öz marağınıza, öz cibinizə xidmət eləyin. Bəs sürün də, utanın da əməllərinizdən. Nə qədər bu insanlara əziyyət verəcəksiniz, nə qədər bu insanlar susacaq, siz də belə rüşvətxorluqla məşğul olub, dövlətin mülkünü talayacaqsınız, dövlətin malını talayacaqsınız, öz cibinizə, öz marağınıza işləyəcəksiniz, hər kəsi də aldadacaqsınız. Mən xahiş eləyirəm, Respublikanın bütün aidiyyəti qurumlarından bu məsələlər araşdırılsın. Azərbaycanda bugünkü gün bütün bölgələrdə ən böyük problem, kəndlinin ən böyük problemi su problemidir. O suya təyin olunan insanlar öz maraqlarına, öz məqsədlərinə uyğun digər yerlərə, sərfəsiz yerlərə istifadə eləyirlər, satırlar. Vacibi insanlar susuz qalır, vacibi insanların torpaqları susuz qalır. Bunlar hamısı araşdırılsın, növbəli şəkildə kəndliyə dəstək olunsun, su olmayan yerlərdə su motorlarından istifadə olunsun, cəmaatın bu əkini, bu məhsul məhv olmasın, bu kəndlini bu kətdən qaçaq salmasınlar. Təşəkkür edirəm hər kəsə, mən ümid edirəm bu paylaşımım, bu müraciətim bir faydalı olacaq inşallah. Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.